Bunu canı bayaq dedin ki, yadıma düşdü, dedin ki, ola bilməzdim ki, mən öz ölkəmin şəhidlərinə hörmət edeyim, mən niyə ərəbə hörmət edirəm, niyə onu yasaqlayıram, doğrudurmu? Bu ərəb dediyin İmam Hüseyin radiyallahu anhu üzərindən bir mövzu açıldı. Sənə demək istəyirəm ki, mən özüm əhl-i sünnəyəm. Mənhəcim sələfidir, dinim İslamdır, həyatım isə müsəlmançılıqdır. Məsələ budur ki, burada bu bəzi məsələlərdə ayrım etmək əsla icazəli deyildir. Ədalətli bir kişi öz malını tərifləyib də qonşunun malını pisləməz. Mübariz İbrahimovun özü şiə olubdur və ləbbeyki ya Hüseyin deyərək erməniləri qırmışdır. Sən əgər Mübariz İbrahimova hörmət etmək istəyirsənsə, öncə onun hörmət etdiklərinə hörmət etmək məcburiyyətindəsən. Əgər Mübariz İbrahimovun hörmət etdiklərinə hörmət etmirsənsə, sənin hörmətinin Mübariz İbrahimova bir faydası da yoxdur. Nəticə sən Mübariz İbrahimova öz ölkənin şəhidini hörmət etmək istəyirsənsə, şərtdir ki, onun birinci hörmət etdiklərini hörmət edəsən, ondan sonra Mübariz İbrahimova hörmət edəsən. Bu, dünyada isbatlanmış və şəxsiyyət gəlmiş bir qayda və qanundur, qardaşım. Aydındır? Aydındır, aydındır.